Salam əziz abituriyentlər, xoş gördük hər birinizi. Deməli, 9 mart 2026-cı il buraxılış imtahanında düşmüş riyaziyyat suallarının izahını sizə təqdim edirəm. Başlamamışdan qabaq kanalımıza abunə deyilsiniz, abunə olun, videoları bəyənin, rəy bildirin, fikirlərinizi bildirin. Suallar necə düşmüşdü? Bəyəndiniz yoxsa yox? Başlayaq. Həm də 15-də imtahan verəcək. Abituriyentlər diqqətli olsun, suallar bu tip olub. Deməli, burada nə edə bilərəm uşaqlar? Mən bu müxtəsər məlumat üstünə aid olan sualdır. Kvadratlar fərqini tətbiq edəcəkdim burada. Sürətli olacaqdır 828 çıxaq 72, 828 üstə gəlinsin 72 bölünsün 378. 828-dən çıxanda 72-ni nə qalır? 6, 5, deməli, orada da qalır 7. 756 vurulsun. Bu da edir 900 bölünsün 378. 378 ilə 756 ixtisar gedir 2. 2-ni də 9 da vuranda 1800. Cavab olur C variantı. İkinci sualımızda ədədi silsilədə deyir A13 bərabərdir 58-ə. A28 isə bərabərdir 28-ə. Silsilə fərqi D-ni tap deyir. D-ni tapmaq üçün A28-dən çıxacaqsan A13-ü böləcəksən indeksləri fərqinə 28 minus 13-ə. Yəni 28-dən çıxacaqsan 58-i böləcəksən 15-ə. Yəni mənfi 30-u böləcəksən 15-ə. Bu da olacaq mənfi 2. Cavab olur B variantı. Növbəti sualımız 63-cü sual. Kosinus 38 üstə gəlsin kosinus 18 ifadəsini hasıl şəklində göstərin. Cəmin hasilə çevrilməsidir. Olacaqdır nə? 2 kosinus alfa plus beta bölünsün 2, 38 plus 18 bölə 2, kosinus alfa minus beta bölə 2, 38 minus 18 bölünsün 2. Bu da olacaqdır nə? 2 kosinus, deməli, 56-nı 2-yə böləndə 28, kosinus 20-ni 2-yə böləndə 10. Bu da olacaqdır nə variantı? D variantı. Növbəti sualımız 64-cü sual. ABC üçbucağında MN paraleldir AC-yə. Deməli, burada oxşarlıqdan nəsə olacaq? AC 20-dir uşaqlar. Bax, bura 20-dir. BN, hani BN 8-dir. Bura 8-dir, tamam. Və AC, NC 17-dir. NC 17-dir. MN-i tap. Fales teoremi ilə bunu qarışdırmaq olmaz. Hər dəfə demişəm. X bölünsün 20, x bölünsün 20 bərabər olacaqdır 8 bölünsün 25. Qətiyyən qarışdırmaq olmaz. 25x bərabər olacaqdır 160-a. Buradan da 5-ə ixtisar eləsəm bunu 5x bərabər olacaqdır neçəyə? 32-yə, x bərabərdir 6 tam onda 4-ə. Bizdən də soruşurdu x-i, m-ni 6 onda 4 olacaqdır A variantı. Növbəti sualımız 65-ci sual. Prizmanın həcmi 120, hündürlüyü 8-dir. Prizma oturacağın sahəsi S oturacaq vurulsun H-la tapıldığına görə bu da 120 olduğu üçün hündürlüyünü də verib bizə S oturacaq vurulsun 8 bərabərdir 120-yə. S oturacaq bərabər olacaqdır 15 sm kvadrat. Olacaqdır A variantı. Növbəti sualımız 66-cı sual. Eni 40, uzunluğu K olan düzbucağlının perimetri P bərabərdir 40 üstə gəlinsin K vurulsun 2. Yerini dəyişsəm 2 vurulsun 40 üstə gələk K. 2 vurulsun 40 üstə gələk K harada var? C variantında. Növbəti sualımız N natural ədədin sayını tapın. Şərtini ödəyən natural ədəd təbii ki başlayır 17-dən gedir 22-yə kimi. Neçə dənə natural ədəd var? 22 çıxılsın 17 üstə gəlinsin 1. 5 üstə gələk 1, 6 dənə natural ədəd var. Növbəti sinifdə 24 şagird var. Bu şagirdlərdən 2 növbətçini neçə üsulla seçmək olar? Təbii ki kombinizondur bu. Nəyə görə? Çünki sıranın önəmi yoxdur. Ona görə də 24 faktorial bölünsün. 24, 22 faktorial vuraq 2 faktorial. 22-yə qədər ixtisar getsə 23 vurulsun 24 bölünsün 2 faktorialdır bu. 2. Bununla bu ixtisar gedir. Nə qalır? 23 vurulsun 12. Deməli, 23-ü də 12-yə vuranda 46. Bu da 23. 276. Cavab olacaqdır 276. C variantı. Növbəti sualımız faizə aid sualdır. 69-cu sualda deyir ki, 40 faizi
bu ifadəsinə bərabər olan ədədi tapın. Birinci bunu hesablamaq lazımdır. 4 onda 5 vurulsun 3-də 1 üçün 3, üstünə 2 gələndə eləyir 5 vurulsun 2 onda 5 bərabərdir. Bununla bu ixtisar gedir 1 onda 5 qalır. 1 onda 5-i 5-ə vuranda 7 onda 5 eləyir. Üstünə də 2 onda 5 gələndə uşaqlar nə olur? 10. Deməli 40% 10 olan ədədi bizdən soruşur. 100%-nə də x deyəcəksən. 2,5 dəfə artıq olacaq da 40x bərabərdir 1000-ə. Buradan bunlar gedir. X bərabər olacaq 25-ə. Söhbət nədən gedirmiş? 25-dən cavab olur E variantı. Şəkildə verilənlərə görə alfa bucağını tapın. Bura 40-dırsa, onda burada 80 dərəcəli qövsdür. Eyni qövsə söykənliyinə görə elə alfa da 40 dərəcə olacaqdır. Hələ ki şifahi gedir, yəni suallar çox normal, çox asan, əsl buraxılış sualıdır. Sinus 60 dərəcə bilirik ki, kökdə 3 bölünsün 2-dir, çıxılsın kosinus 30 dərəcədə ilə kökdə 3 bölünsün 2-dir, eləyir 0 və yaxud da elə biz bilirik ki, sinus 60 dərəcə ilə kosinus 30 dərəcə eyni şeydir. Onda onları bir-birindən çıxanda 0 qalacaqdır, oradan da tapa bilərdin. 72-ci sualımız 2 üstündə kökdə 2, üstündə bir dənə də kökdə 2. Bu da eləyir 2 üstündə uşaqlar kökdə 2-ni 2-yə, üstə 2-yə vuranda 2 eləyir. Qüvvətin qüvvəti kimi baxanda bu da olur 4. Növbəti sualımız mənfi 2x kiçik bərabərdir 8 bərabərsinin ən kiçik tam həllini tapın. X böyük bərabərdir mənfi 4. Ən kiçik tam həlli olacaq elə mənfi 4-ün özü. D variantı. Növbəti sualımız 74, burada yaddan çıxmasın. Konusun doğranı 10 kökdə 3. Deməli, belə bir konusumuz var. Bu konusun doğranı verib bizə 10 kökdə 3-dür. Oturacağı müstəvisi ilə 30 dərəcəli bucaq əmələ gətirir. Tamam, buradakı bucaqdan söhbət gedir. Yaxşı çəkməmişəm, amma 30 dərəcədir. Konusun oturacağının radiusunu tapın. Düzbucaqlı 3 bucaqda 30 dərəcəli bucağın qarşısındakı kvadrat hipotenuzun yarısıdır. Deməli, konusun hündürlüyü 5 kökdə 3-dür. Burada 60 dərəcə olduğuna görə 60-ın qarşısındakı elə radiusdur. Həmin radiusda elə 5 kökdə 3-ün kökdə 3 misli olur. Bu da nə eləyir? Olur 15. Deməli, konusun oturacağının radiusu olur 15. Cavab olacaqdır burada 15. Növbəti sualımız 75-ci sualdır. 2 üstündə x plus 3 çıxılsın 6 vurulsun 2 üstündə x kiçikdir. 3 üstündə x plus 1 çıxılsın 3 üstündə nə? X. Gəl biraz sadələşdirək. 2 üstündə 3, deməli bunu 2 üstü x vurulsun 2 üstü 3 kimi yaza bilərəm. Bu da 6 vurulsun 2 üstü x kiçikdir. 3 üstü x vurulsun 3 çıxılsın 3 üstü x şəklində baxsam 2 üstü 3 8 eləyir. 8 vurulsun 2 üstü x çıxılsın 6 vurulsun 2 üstü x kiçikdir. Deməli 3 dənə 3 üstü x-dan çıxacam bir dənə 3 üstü x. Deməli uşaqlar burada nə qalacaq? Burada qalacaq 2 dənə 2 üstü x. Burada isə qalacaq 2 dənə 3 üstü x. Aydındır. Buradan 2'lər hər iki tərəfdən ixtisar getsə 2 üstü x kiçikdir 3 üstü x-dan. Bilərəm uşaqlar. Belə əslində baxanda görükür bu bərabərsizliyin həlli 0 müsbət sonsuzluqdur və ən kiçik tam həlli bunun 1-dir. Cavab 1-dir. Amma davam eləmək istəsən hər iki tərəfi 2 əsasından loqaritmləyərsən. Nə olacaq? Loqaritma 2 əsasından 2 üstü x kiçikdir. Loqaritma 2 əsasından 3 üstü x. Onda x düşəcək qarşıya, bu eləyəcək 1. Burada da x düşəcək qarşıya və bu tərəfə keçidəndə çıxılsın. X vurulsun, loqaritma 2 əsasından 3 olacaq, kiçikdir 0. Aydındır. İndi bax, həllini tapmışdıq onsuzda. Bax, bunu gətirib yazaram burada. Biraz mənə alan lazımdır, yer. Fikir ver. Buradan x-i ortaq vuruq kimi çıxardan nə qalır? 1 minus loqaritma 2 əsasından 3 kiçikdir 0. 1 minus loqaritma 2 əsasından 3 nətər ədəddir? Mənfi ədəddir. Niyə? Çünki 2 əsasından 3 1 tam neçə eləyir. 1-dən 1 tam neçəni çıxanda mənfi qalır. Hər iki tərəfi buna böləndə, 0-ı da buna böləndə, onda x böyük olacaq 0. Yəni 0 müsbət sonsuzluq. 0 müsbət sonsuzluqda da ən kiçik tam həlli olacaq 1. Ən kiçik tam həllini soruşurdu. Növbəti çalışmamız 76-cı çalışma. AB 2 rəqəmli ədədləri üçün kök altında AB natural ədəd olarsa, belə AB ədədləri arasından təsadüfi seçilmiş bir ədədin tək ədəd olması hadisəsinin ehtimalını tapın. Deməli, AB 2 rəqəmli ədəddir. Düzdür. Deməli, kök altında AB natural ədəd olarsa,
Kök altında AB natural. Belə AB. Deməli bizə elə 2 rəqəmli ədəd lazımdır ki, kökdən çıxan 2 rəqəmli ədəddir. O 2 rəqəmli ədədlər təbii ki, sonlu saydadır. Hansılardır? Başlayır 16, sonra gəlir 25, sonra gəlir 36, sonra gəlir neçə? 49, sonra gəlir 64, sonra gəlir 81 və bitdi. Varmı başqa? 6-nın, 7-nin, 8-in, 9-un kvadratı. Düzdürmü? AB 2 rəqəmli ədədi üçün kök altında AB natural ədəd olarsa, belə AB ədədləri arasından, yəni bunun arasından seçilir. Mən belə başa düşdüm. Bir də oxuyum. AB 2 rəqəmli ədədləri üçün kök altında AB natural ədədi olarsa, belə AB ədədləri arasında təsadüfi seçilmiş bir ədədin tək ədəd olma ehtimalı. Bunların arasından mümkün halların sayı oldu neçə? Mümkün halların sayı oldu 2, 4, 6. Əlverişli halların sayı oldu tək ədəd. Tək ədəd budur, budur, bir də budur. 3 dənə. O da olacaq P bərabər olacaq 6-da 3-ə. Bu da eləcək 0,5. Cavab olacaq 0,5. Aydındır belə. Keçirik bura. Loqaritma 81 əsasından 8 bölünsün. Loqaritma 9 əsasından 32. Gəl sadələşdirək. Loqaritma 81-in əvəzinə 3 üstü 4, 8-in əvəzinə də 2 üstü 3 yazmaq olar. Bölünsün. Loqaritma 9-un əvəzinə 3 üstü 2, 32-nin əvəzinə də 2 üstündə 5 yazmaq olar. Kəsr xətti ilə yazaram bunu. Deməli 4 qabağa 4də 1 kimi çıxır. 3 də qabağa vuraq 3 kimi çıxır. Loqaritma olur 3 əsasından 2. Eyni zamanda 3-ün üstündəki bu 2 qabağa 2də 1 kimi çıxır. 2-nin üstündəki 5 elə 5 vuraq kimi çıxır. Loqaritma 3 əsasından 2. Bunlar bir-biri ilə gedəndən sonra nə olur? 4də 3 bölünsün 2də 5 olur. Yəni 4də 3 vurulsun 5də 2. Bununla da bu ixtisar gedir. Olur 10'da 3. Bu da eləyir 0,3. Bunun da cavabı olacaq 0,3. Neçənci sualımız idi bu bizim? 70. Tapsaq bizə dəqiqi 7. Keçək 78 olmalıdır burada. Aha 78. X bərabərdir mənfi 0,4 olduqda 10x kvadratı çıxılsın 5 vurulsun modulda x üstə gəlsin 3 ifadəsinin qiymətini tapın. Tapaq problem yoxdur. Qoyaq yerinə tapaq da. Yəni burada qeyri-adi nə var ki 10 vurulsun mənfi 0,4'ün kvadratı çıxılsın 5 vurulsun mənfi 0,4 plus 3 bərabərdir. 10 vurulsun 0,16 üstə gəlsin yox çıxılsın 5 vurulsun 0,4 üstə gələk 3. Bu da eləyir 1,6 çıxılsın 2 üstə gələk 3. Bu da eləyir nə uşaqlar? 2,6. Düzdürmü? Bəli. Olur 2,6 dəqiq. Sonra bunu da tapdıq. Bunu da tapandan sonra keçək ətraflı yazılar gəlir. Yoxsa nə? 79. Bəli. 79'un birincisində nə deyir? Artıq burada bizə əlavə vərəq lazım olacaq. Onda bizə dəqiqə. Deməli uşaqlar nə deyir? 79'u oxuyaq. 79'da deyir ki bizə dəqiqə. Aha da 79. 79'da deyir ki aralarındakı məsafə 34 kilometr olan A və B məntəqələrindən velosipedçi və piyada eyni zamanda qarşı-qarşıya hərəkətə başladı. Deməli A nöqtəsi, bu da olsun B nöqtəsi. Bu iki nöqtə arasındakı məsafə 34 kilometrdir. Velosipedçi B'dən də piyada çıxıb. Buradan velosipedçi çıxıb, buradan da piyada. Çünki elə deyir. A və B velosipedçi piyada eyni zamanda qarşı-qarşıya hərəkətə başladı. A'dan hərəkətə başlayan velosipedçinin sürəti piyadanın sürətindən 8 km. Bunun sürətinə X desəm və yaxud da V desəm bunun sürətinə V. Bunun sürəti olacaq V plus 8. Bunu bildim. Velosipedçi A'dan 24 kilometr məsafədə olan C məntəqəsinə piyadadan, bax A'dan 24 kilometr məsafədə olan C məntəqəsinə, bu məsafə 24 kilometrdir uşaqlar. Onda burada neçə kilometr məsafə qalır bu bir hissədə? 10 kilometr. Cəmsi 34 kilometrdir axı.
Piyadadan 0,5 saat tez çatır. 0,5 saat nə edir? Tez çatır. Bunu da başa düşdük. Aha. Aha. Tamam. Bunun getdiyi yol 24 kilometrdir. Bunun getdiyi yol 10 kilometrdir. Və mən burada nə ilə işləyəcəm? Mən burada işləyəcəm zamanlar fərqi ilə. Yəni piyadadan 0,5 saat tez çatıbsa, əgər velosipedçi, onda piyadanın getdiyi zamandan, zaman necə tapılır? Gedilən yol bölünsün sürət. Burada da gedilən yol bölünsün sürət. V plus 8. Bax bu V. Burada V. Gedilən yol bölünsün sürət. Bax 10 bölünsün V-dən çıxanda 24 bölünsün V plus 8-i həmin o 0,5 saata, yəni 2-də 1-ə bərabər olmalıdır. Bitdi. Bu tənliyi həll etmək lazımdır. Orta məxrəcə gətirərəm bunu. V vurulsun V plus 8-də 10 V plus 80. Çünki bunu V plus 8-ə vurdum. Bunu da V-yə vuracam. Minus 24 V bərabər olacaq uşaqlar 2-də 1-ə. Buradan V kvadratı plus 8V bərabərdir. 24V'dən 10V çıxanda 14V qalır. 2-yə vuranda 160 çıxılsın 28V. Düzdürmü? Səhvləmirəmsə elə olur da, düzdür. Mənfi 14-dir, bəli. Keçidirik bu biri tərəfə. V kvadratı plus 36V minus 160 bərabərdir nəyə uşaqlar? 0-a. Viet teoremi ilə də bura baxsam, V1 bərabərdir mənfi 40-a, V2 bərabərdir uşaqlar 4-ə. Mənfi 40 sürət olmaz, V deməli 4-dür. V kimin sürəti idi? Piyadanın sürəti. Deməli, piyadanın sürəti uşaqlar nə qədərdir? 4 km saat. Bəs velosipedçinin sürəti nə qədərdir? 4 plus 8, 12 km saat. Bizdən nə istəyirdi? Bizə deyirdi ki, velosipedçi A'dan 20 piyadanın sürətini tapın, piyadanın sürətini tapdıq 4 km saat. Cavab olacaqdı 4. Yazılış tərzi də bu şəkildə yaza bilərdim. Belə, tənlik qurmaqla məsələ həllinə aid idi. Növbəti 80-ci sualımıza baxaq. 80-ci sualda deyir ki, uşaqlar, 24 nəfərdən ibarət işçi qrupunda olan qadınların yaşlarının ədədi ortası. Bax, bura yazıram qadın. Kişilərin yaşlarının ədədi ortası isə deməli, bir də kişi. Qadınların yaşlarının ədədi ortası 21, kişilərin yaşının ədədi ortası isə 29-dur. Düzdür. Qadınlar bütün işçilərin yaşlarının ədədi ortası qrupdakı bütün işçilərin yaşlarının ədədi ortası 26 olarsa, qrupda neçə nəfər bax. 24 nəfər, mən bunu 2 dəyişəndən gedə bilərəm. Amma belə də eləyə bilərəm. Əgər qrupda cəmi 24 nəfər işçi varsa, x nəfər qadındırsa, deməli 24 minus x nəfər də nədir? Kişidir. Düzdürmü? İndi ümumi qrupun yaşının ədədi ortası necə tapılır? Qadınların yaşının ədədi ortası 21-dirsə, deməli qadınların yaşları cəmi, bura yazıram, yaşlar cəmi. Qadınların yaşlarının cəmisi 21 vuraq x-dir. Və kişilərin yaşları cəmi nədir? 29 vurulsun, 24 minus x da kişilərin yaşları cəmi olacaq. Düzdürmü? Ümumi yaşlar cəmi nə olacaqdı onda? 21 vuraq x plus 29 vurulsun 24 minus x. Ümumi neçə nəfər var idi? Qrupda 24 nəfər və ümumi qrupun ədədi ortası bərabər olacaqdı deyirdi 26-ya. Çünki elə deyir orada bütün işçilərin yaşlarının ədədi ortası 26 orası qrupda neçə kişi var. Buradan x-i tapacaqdım. Deməli, buradan 21x üstə gəlinsin. Gəl 29-u vuraq 24-ə. 4 9-un 36, 4 3-ün 8, 3 də yadda nə eləyir? 11. Düzdürmü? 29-a da vuranda eləyir 58. Toplayanda nə eləyir uşaqlar? Bu 6, 9, bu da 6. 696. 696 çıxılsın 29x bərabərdir. 26-nı da vuraq 24-ə, çünki çarpaz vuracam. 4 6-nı 24, 4 3-ün 8, 10. Bu da 52, bu da olur 500, yox 624. Bərabərdə 624-ə. Buna ehtiyacımız yoxdur artıq. Aha. Burada nə qalır uşaqlar? Mənfi
8x bərabərdir 624 çıxılsın 696. Burada mənfi 8x bərabərdir mənfi deməli neçəyə? 72-yə. X bərabərdir 9-a. X ilə kimin sayıdır uşaqlar? Qadınların sayı. Neçə qadın var? 9. Bəs kişilərin sayı nə olacaq? 24 çıxılsın 9. 24-dən də 9 çıxanda nə qalacaq? 15. Deməli 15 nəfərdə nə olub? Daha doğrusu kim olub? Kişilər olub. 2 dəyişənlə də gedə bilərdim bunu. X, Y ilə də getmək olardı. Sistem tənliyini. Belə. Hansı ilə yazsam bağını kəsməyəcəkdilər. Narahat olma. Bu da 80-ci sual. 81-ci sualda belə bir şəkil bərabərdir. Baxın 81. Fx bərabərdir. Ax kvadratı plus bx plus c. Belə bir funksiyanın qrafiki verilmişdir deyir. AC perpendikulyardır BC. Bax, bura 90 dərəcədir. Bura 90 dərəcədir. Bunun rəngini dəyişək. Aha. Sonra CO 5'dir. Onda bura 5'dir uşaqlar. Onda belə çıxır ki, bu məsafə perpendikulyardır, həm də 5'dir. Digər tərəfdən bizə deyir ki, BO bərabərdir 25 vurulsun AO-ya. Uşaqlar, AO-ya mən onda X desəm, BO nəyə bərabər olacaq? BO bərabər olacaq 25X-a. Düzdürmü? Parabolanın təpə nöqtəsinin apsisini tapın. Bu parabolanın təpə nöqtəsinin apsisi bunun simmetriya oxunun tənliyidir. Yəni x-i bunu tapmaq lazımdır. Bu x-i tapmaq üçün A və B nöqtənin koordinatlarını toplayıb 2-yə bölmək lazımdır. İndi mən əgər B nöqtəsinin koordinatına 25x desəm, A nöqtəsinin koordinatına mənfi x deməliyəm. Çünki buna birdən deyərsən müəllim AO-ya x demirsən axı, niyə ona müsbət x demirsən? Çünki mənfi tərəfdədir, ona görə mənfi x deməlisən. Aydındır? Onda bu ortanın koordinatları nə olacaq? Yəni m deyirik də, bu təpə nöqtəsinin x0 və yaxud da x0 da deyə bilərsən. Mənfi x plus 25x bölünsün 2 olacaq. Yəni 12x olacaq. Bax, bura olacaq 12x uşaqlar. Bura olacaq 12x. 12x. Mən bunu axtarıram, bu 12x. Bəs x-i necə tapa bilərəm? Düzbucaqlı üstbucaqda metrik münasibətdən düzbucaq təpəsindən hipotenuza endirilmiş hündürlük var. Əlimdə 5-dir. 5-in kvadratı bərabərdir. Böldüyü hissələrin hasilində x vurulsun 25x-a. Buradan 25 bərabərdir 25x kvadratına. X kvadratı bərabərdir 1-ə. X bərabərdir uşaqlar nəyə? 1-ə. X 1-dirsə, mənə də 12x lazım olduğu üçün 12 vurulsun 1 bərabər olacaq 12-yə. Deməli, o sualımızın cavabı olacaqdı 12. Sualda nə deyir? 82-ci sualda deyir ki, alfa və beta uyğun tərəfləri paralel olan bucaqla müxtəlif adlı gamma və fi isə uyğun tərəfləri paralel olan eyni adlı bucaq. Deməli, alfa ilə betanın cəmsi 180-dir. Amma gamma ilə bu gammanı mən ömür boyu yaxşı yaza bilmədim. Deməli, belə gəlir, belə gelir. Nəsə olsun. Bunlar bir-birinə bərabərdir. Fi bir-birinə bərabərdir. Gammanın dərəcə ölçüsü alfanın dərəcə ölçüsündən 20% az. Gammanın dərəcə ölçüsü alfanın dərəcə ölçüsündən 20% azdır. Onda gamma bərabərdir 0,8 alfaya. Dediyindən belə çıxır. Həmçinin onda bu fi də bərabərdir 0,8 alfaya. Axı gamma ilə fi bir-birinə bərabər idi. Bu belə. Fi'nin dərəcə ölçüsü betanın dərəcə ölçüsündən 20% çox olarsa, fi'nin dərəcə ölçüsü, bax, eyni zamanda fi bərabərdir, fi'nin dərəcə ölçüsü betanın dərəcə ölçüsündən 20% çoxdur. Yəni 1,2 betaya bərabərdir. Nəyə bərabərdir? 1,2 betaya bərabərdir. Aydındır. Mən buradan baxıram ki, fi buna bərabərdir, həm də buna bərabərdir. Onda belə çıxır ki, 0,28 alfa bərabərdir 1,2 betaya. Hər iki tərəfə 10-a vursam, 8 alfa bərabərdir 12 betaya. Buradan alfa bərabərdir 1,5 beta. Aparıb yerinə yazsam, alfa ilə betanın cəmsi 180 idi axı. 1,5 beta üstə gəlsin beta bərabərdir 180-ə. Buradan 2,5 beta bərabərdir 180-ə. Beta bərabərdir 1800 bölünsün neçəyə? 25-ə. 1800-ü də 25-ə böləndə eləyir. Beta bərabərdir 72 dərəcə.
Çünki 100-də 4 dəfə 4-ü də vuranda 18-ə eləyir 72. Bizdən alfa və betanın hər birinin dərəcə ölçüsünü soruşur. Betanı tapdım. Alfa da bunun qonşusu olduğuna görə, daha doğrusu müxtəlif adlı olduqlarına görə o da olacaq 108 dərəcə. Çünki cəmsi 180 idi. Всё, belə. Bu da belə. Növbəti sualımız 83-cü sual. 83-cü sualda nə deyir, nə istəyir? Baxaq 83. 83-də deyir ki, ABC üçbucağında C bucağı 90 dərəcədir. Tamam, olsun. 90 dərəcə C bucağı. AD tənböləndir. AB 8.5-dir. Deyək ki, A budur, B də budur. AB 8.5-dir. AD tənböləndir uşaqlar. AD tənböləndir. AD tənböləndir. CD 2.4. Hanı CD? Bura 2.4-dür. Tamam. ABD üçbucağının sahəsini tapın. Hansı üçbucağın sahəsini tapmaq lazımdır? ABD üçbucağının sahəsini tapın. Bir də baxın. Bircə dəqiqə. Deməli uşaqlar. Bizə tənbölən verib, düzdürmü? Bizə tənbölən verib. Bax, işin içində tənbölən və parçalar varsa, tənbölən xassəsi tətbiq olunmalıdır. Əvvəla bu üçbucağın sahəsini istəyir məndən. Bu üçbucaq körbucaqlı üçbucaqdır. Bu üçbucağın sahəsini tapmaq üçün S bərabərdir. 2də 1 vurulsun. AC vurulsun. Hündürlükdə AC çöldə. Vurulsun BD mənə lazımdır. Düzdür. AC vurulsun BD mənə lazımdır. Tənbölənin xassəsinə görə tənbölən çəkildiyi tərəfi yerdə qalan tərəflərlə mütənasib hissələrə böldüyü üçün AC bölünsün 2.4 bərabər deyilmi 8.5 bölünsün BD? Bəli, bərabərdir. Onda çarpaz vursam buradan AC vuraq BD-ni hazır şəkildə buradan tapa bilərəm də. 2.4 vurulsun 8.5-ə. Düzdür. Buradan 24, bu da 85. 4 5-ün 24, 8-in 32, 34. 2 5-ün 10, 17, 170. 0, 4, 20. 20,4 eləyir bu, düzdür. 20,4. Bax, gətirib hazır şəkildə burada yapışdıraram yerinə. Bax, bərabərdir. 2də 1 vurulsun 20,4. Cavab eləyəcək 10,2. Bu sualımızın cavabı da olacaq 10,2. Növbəti sualımıza baxaq. Növbəti sualımız 84-cü sual. Deməli, 84-cü sualda deyir ki, A verib, B-ni də verib, nöqtələrini birləşdirən parçanın orta nöqtəsinin absis oxunun mənfi hissəsi üzərində olarsa. Baxın, A nöqtəsi koordinatı K kvadratı minus 4K, bir də K kvadratı. B nöqtəsi də 12 minus 4K, biraz da belə səliqəli yazaq. Bax, bunu çəkək bura. Deyək ki, bu A nöqtəsidir. Çəkdim, birləşdirdim. Bu da B nöqtəsidir burada. Koordinatlarını yazıram. 12 minus 4K. Bir də 32 minus 12K. Bax, bunun orta nöqtəsinə fikir ver. Deyir, bunun orta nöqtəsinin absis oxunun mənfi hissəsi üzərində olarsa. Absis oxu üzərindədirsə, bunun Y-i orta nöqtəsinə O ilə işarə eləsəm, Y-i 0-dır. X-i da mənfidir. Başın üstə mənfi qoyuram. Aydındır. X-i mənfidir. Absis oxu üzərində kəsdiyi üçün X-i var. Mənfi hissəsi üzərində sol tərəfdə kəsir də. Y-i də 0-dır. Onda Y-i 0-dırsa, parçanın orta nöqtəsinin koordinatından Y-lərini toplayıb 2-yə bölürəm. K kvadratı plus 32 minus 12K bölünsün 2 bərabərdir 0-a. Buradan K kvadratı minus 12K plus 32 bərabərdir nəyə? 0-a. Buradan K1 bərabərdir 8-ə, K2 bərabərdir uşaqlar nəyə? 4-ə. İndi 8 götürəcəm, yoxsa 4. Onu da nə ilə müəyyən eləyəcəm? Bunun x-ini də tapanda nətər tapırlar? K kvadratı minus 4K üstə gəlinsin 12 minus 4K 12 minus 4K düzdür. Toplayıb 2-yə böləndə bax bu cavab böyükdür, yox, kiçikdir, 0 olmalıdır. Çünki mənfi olmalıdır. Onda buradan hər iki tərəfi 2-yə vursam bir şey dəyişmir. Onda K kvadratı çıxılsın 8K. Üstə gəlinsin 12. Nə olmalıdır? Kiçikdir, 0 olmalıdır. İndi baxaq görək o qiymətin hansını verəndə
bu sıfırdan kiçik olur. Məsələn, 8 verəndə sıfırdan kiçik olurmu? Xeyr. 4 verəndə sıfırdan kiçik olurmu? Bəli, bax 4-ün kvadratı çıxılsın, 8 vurulsun, 4 üstə gəlsin, 12. Kiçikdir 0 olur. 32, 16 mənfi 4 eləyir. Mənfi 4 kiçikdir nədən? Sıfırdan. Gördünüz? Deməli, K nə olmalıdır uşaqlar? K olmalıdır 4. Bizdən K-nı soruşurdu. K-nı soruşur, bəli. Xeyirli olsun. Bu da bizim K-mız. Növbəti sualımız sonuncu sual. Çoxluqlara aid sual imiş. 85-ci sual. Deyir ki, Euler-Venn diaqramında A və B çoxluqlarının elementlərinin sayı verilmişdir. N, A kəsişmə B böyükdür N, B fərq A. N, B fərq A olarsa, X-in natural qiymətləri üçün N-A fərq B-nin ala biləcəyi ən kiçik və ən böyük qiymətlərin cəmini tapın. Deməli, Euler-Venn diaqramını çəkirəm burada mən də özüm üçün. Deməli, bu A-dır, bu B-dir, bura 3x plus 4-dir, bura 2x plus 5-dir, burada 19 minus 2x-dir. Uşaqlar, mənə dediyinə görə N A kəsişmə B, yəni bu 3x plus 4 böyük olmalıdır. N B fərq A-dan. B fərq A. B fərq A haradır? 2x plus 5-dən böyük olmalıdır. Bir də oxuyum. Euler-Venn diaqramının əsasında A və B çoxluqlarının elementlərinin sayı verilmişdir. Tamam. N A kəsişmə B böyükdür N B fərq A. B fərq A. Görürsən, bir də oxumaqda xeyir var. B fərq A deyir. A fərq B demir. 19 minus 2x-dan böyük olmalıdır. Aydındır. A kəsişmə B, yəni 3x plus 4 böyük olmalı 19 minus 2x-dan. X-in natural qiymətləri üçün A fərq B-nin ala biləcəyi ən kiçik və ən böyük. A fərq B-də nədir? N A fərq B-də uşaqlar 2x plus 5-dir. Gəl bunu həll eləyək. Buradan 3x keçir, 2x keçir bu tərəfə. 5x böyükdür 15-dən. X böyükdür nədən? 3-dən. Düzdürmü? Deməli, uşaqlar, x böyükdür 3-dən. X 3-dən böyük qiymətlər ala bilər. Amma nəzərə almaq lazımdır ki, bunlar hər biri natural ədəddir. Aydındır. X-a 3-dən böyük natural qiymət nə verə bilərsən? 4, 5, 6, 7, 8, 9, 10 olmaz. Niyə? 10 olmaz. Çünki sən burada x-a 10 deyəndə 19 çıxılsın 20 eləyir. O da olur mənfi 1. Çoxluğun mənfi 1 element olmaz. Burada mənfi 1 say olmur. Axı element olaraq say olmaz. Ona görə də x-a bunları vermək olar. X-a bunları verəndə bizə də deyir ki, N A fərq B-nin ala biləcəyi ən kiçik və ən böyük qiymətlərin cəmi. Ən kiçik qiymət 4 verəndə olacaq. 2 vurulsun 4 üstə gəlsin 5, eləyəcək 13. Ən kiçik qiymət. Ən böyük qiymətdə 2 vurulsun 9 üstə gəlsin 5, 18 üstə gəlsin 5 bərabər olacaq 23-ə. Cəmin deyir tap, 13 ilə də 23-ün cəmisini tapanda olacaq 36. Belə, əziz 11-lər, məncə suallar normal idi. Axırdakı suallar biraz düşündürücü olsa da, buraxılış da bu. Yazmaq olardı. Bəs siz nə fikirləşirsiniz? Rəylərdə sizi gözləyirəm. Kim nə yazıb, nə qədər yazıb, yazsın görək. Sağ olun, özünüzdən müğayət olun. Növbəti imtahanlarda görüşmək ümidi ilə qarşıdan gələn 15 mart imtahanına hazırlaşan uşaqların da hər birinə uğurlar arzulayıram. Sağ olun.